Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Hökmə əsasən təqsirləndirilən Arayi Karutunyan, David Manukyan, David İşxanyan, David Babayan və Levon Mnatsakanyan ömürlük, Arkadi Qukasyan və Bako Saakyan isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarına hökm oxundu. Qərara əsasən Arayi Karutunyan ömürlük azadlıqdan məhrum edildi. Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokuror da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.